Sovet Sosialist Respublikaları İttifaqı niyə dağıldı? 1991-ci ildə dünyanın ən güclü dövlətlərindən biri hesab olunan Sovet Sosialist Respublikaları İttifaqı dağıldı. Bəs 70 ilə yaxın mövcud olmuş bu nəhəng imperiya niyə süqut etdi? Sovet Sosialist Respublikaları İttifaqının dağılmasının əsas səbəblərindən biri iqtisadi böhran idi. 1980-ci illərdə ölkə iqtisadiyyatı durğunluğa düşmüşdü. Mağazalarda ərzaq qıtlığı yaranır, insanların həyat səviyyəsi aşağı düşürdü. Dövlət hərbi sahəyə çox böyük vəsait xərcləyir, lakin iqtisadiyyat bu yükü daşıya bilmirdi. 1985-ci ildə hakimiyyətə gələn Mikhail Gorbaçov vəziyyəti düzəltmək üçün perestroika və glasnost adlı islahatlara başladı. Bu islahatlar iqtisadiyyatı canlandırmalı və cəmiyyətdə açıqlığı artırmalı idi. Lakin gözlənilən nəticə vermədi və problemlər daha da üzə çıxdı. Digər mühüm səbəb isə milli azadlıq hərəkatlarının güclənməsi idi. Sovet Sosialist Respublikaları İttifaqı tərkibində olan respublikalar müstəqillik tələb etməyə başladılar. Baltik ölkələri, Gürcüstan, Azərbaycan, Ukrayna və digər respublikalarda müstəqillik istəyi sürətlə yayılırdı. 1991-ci ilin avqust ayında Moskvada dövlət çevrilişinə cəhd edildi. Bu uğursuz çevriliş Sovet Sosialist Respublikaları İttifaqı rəhbərliyinin zəiflədiyini göstərdi və respublikaların müstəqillik prosesini daha da sürətləndirdi. Nəhayət, 25 dekabr 1991-ci ildə Mikhail Gorbaçov istefa verdi. Ertəsi gün Ali Soveti İttifaqın fəaliyyətinə rəsmi olaraq son qoydu. Beləliklə, Sovet Sosialist Respublikaları İttifaqı dağıldı və onun yerində 15 müstəqil dövlət yarandı. Onlardan biri də Azərbaycan Respublikası idi. Sovet Sosialist Respublikaları İttifaqının dağılması hay-hay əsrin ən mühüm hadisələrindən biri hesab olunur. Bu hadisə soyuq müharibənin sonunu gətirdi və dünyanın siyasi xəritəsini tamamilə dəyişdirdi. Sizcə Sovet Sosialist Respublikaları İttifaqının dağılması qaçılmaz idi, yoxsa düzgün idarə olunsaydı bu imperiya bugün də mövcud ola bilərdi?